sizin diqqətinizdədir və biz indi qəribə bir haçalanmanın şahidi oluruq. Görürük ki, hökumətin rəhbəri Nikol Paşinyan artıq belə deyək, çox ümidverici bir imperativləri səsləndirir. Digər tərəfdən parlamentin rəhbərliyi tərs mütənasib mövqe sərgiləyir. Sonra Xarici İşlər Nazirliyi tərəfindən artıq Avropa İttifaqına sorğu göndərilib ki, orada bu hibrid təhdidlərin qarşısını almaqdan ötürü operativ bir qrup gəlsin. Bax, bunlar hamısı bizə nədən xəbər verir? Ümumiyyətlə, Ermənistandakı daxili vəziyyətlə bağlı hansı ssenari üzrə proseslər təşkil olunub? Toğrul müəllim, deməli, burada çox maraqlı nüanslardan birisi, birinci Ermənistanın daima geosiyasi oyunlar üçün açıq məkan olmasıdır. Yəni, milli dövlətçilik ənənəsinin, bürokratiyasının, təhlükəsizlik bürokratiyasının, millətin varlığına, cəmiyyətin varlığına, dövlətin varlığına yox, daha çox xarici dairələrdən gələn təlimlərə və onların maraqlarına, onların plan və proqramlarına bağlılığı məsələsidir. Burada da görürük ki, çox geniş bir palitra var. Avropada, Fransada, diaspora üzərindən Rusiyanın çox ciddi bir, yəni diaspora üzərindən davam edən bir daxilə nüfuz var. Bir də təbii ki, kəşfiyyatların, ayrı-ayrı ölkə kəşfiyyatlarının Cənubi Qafqazda varlıq göstərməyə çalışan, Ermənistan üzərindən burada, hətta Azərbaycanda təzyiq eləməyə çalışan müxtəlif dairələr var və bunların plan və proqramlarının hesaba qatılmadan Ermənistandakı prosesləri anlamaq biraz çətindir. İkinci məsələ tarixi zehniyyət problemidir. Yəni, erməni xalqı nə qədər ki, məsələn, Paşinyan bugün açıq bir mənalı şəkildə ifadə edir ki, Ermənistan varlığını qoruyub saxlamaq istəyirsə, dövlətçiliyini qoruyub saxlamaq istəyirsə, xülyalardan əl çəkməlidir. Real Ermənistan zəmini nədirsə, o zəminin üzərində bir dövlətçilik anlayışına sahib olmalıdır və bütün o uydurulan soyqırımdan tutmuş, anlayışından tutmuş, işğalçı siyasətə qədər Qarabağla bağlı Azərbaycanın daxil işlərinə qarışmaq, ərazi iddialarında bulunmaq, bunlar Ermənistanı daha böyük fəlakətlərə gətirə bilər.